İranın demək ki, gənc ərəblər, Kürdlər və Əfqanlar üzərindən nüfus çoxaltmasının bəhsini eləyəcək. Təbii ki, burada biz ümumiyyətlə bizi ilgiləndirən İranın başqa yerləri deyil, Azərbaycandır və Azərbaycana da ümumiyyətlə gələn demək ki, axınan İran rejiminin, sisteminin bir stratejisi olaraq Həşd Şəbi başda olmaqla ərəb gənclərinin, özəlliklə Şiə gənclərinin demək ki, üzərindən oynaması və eyni zamanda miqyası biraz az olsa da Kürt gənclərinin öğrenci tipində strateji əsasında oynamasını görürük rejimin. Və burada bu günləri biz ümumiyyətlə demək ki, Təbrizdə, Ərdəbildə, Urmuda başda nə qədər İraqlı öğrenci var və hal-hazırda orada öyrənirlər zahirən və əslində demək ki, onların ümumiyyətlə üzərində oyun, stratejik oyun öğrencilik deyil, bəlkə onların birbaşa gəlib yerləşməsi əsası ortadadır. Bu təxminlər çox daha doğrusu dağınıq bir təxminlərdirlər. Amma hər halükarda bildiyiniz kimi İran heç bir zaman amar vermir eşiyə, heç bir zaman istatistika vermir eşiyə və bu baxımdan da bizim əlimiz, qolumuz sadəcə və sadəcə uzanan yerlərə, o da Azərbaycan Milli Hərəkatından aldığımız təxminlərə əsasən danışırıq, söhbət edirik. Demək ki, Təbrizdə, yəni İranda ümumiyyətlə 60 min, 70 min civarında öğrenci, xarici öğrenci vardır. Belə təxmin verilir. Və onun əlbəttə ki, Azərbaycana da dağıtması çox önəmlidir və bu bizi bu günləri sizinlə birlikdə bu bəhsi açmağa məcbur edir. Təbrizdə hal-hazırda 1500 ila 3000 İraqlı öğrenci var. Urmuda demək ki 800-dən 1500 üzərində. Ərdəbildə 500-700 üzərində öğrencilər Əraqdan gəlmişlər. Bunların öğrencilərin Əraqdan gəlməsi bayaq da söylədiyimiz, dediyimiz kimi daha çox Həşd Şəbi kanalı tərəfindən gəlir. Çünki Həşd Şəbi orada İranın necə ki Lübnanda Hizbullahı, necə ki demə Hamas bu Filistində Haması və Yəməndə Husiləri vardı. İraqda da Həşd Şəbi vardı və Həşd Şəbinin də Quds ordusunun orada bozulmasından sonra və Süleymanın ölməsindən sonra Həşd Şəbiyə növbə yetişdi və Həşd Şəbi də bu günləri İraq hakimiyyət tərəfindən yasak elan olunmuşdu və bu yasak elan olunma ya özlərini təslim etməlidirlər rejimə və ya qaçaq elan olunmalıdırlar ki, bunlarda İran rejimi ondan ötürü ki, nəcat versin və özünün o strateji əsasında, çarçuvasında tam olaraq yerləşdirsin. Demək ki, özünün hakim olduğu torpaqları da yerləşdirməni daha çox məsləhət görür. Ona görə də Azərbaycanı bu məsələ ilə bağlı seçməkdədir. Və buradan nəzərdə almaq lazım ki, təkcə demək ki, Təbrizdə, Urmuda və Ərdəbildə deyil, eyni zamanda Zənganda, Qəzvində, Həmədanda, Ərakda, Əlborzuda və Ənzəli, Astarada da yenə İraq öğrenciləri vardı. Ancaq bu İraq öğrencilərinin ümumiyyətlə daha doğrusu təmərkiz olduğu və kompakt üzərindən 3 böyük şəhrimizi nəzərdə almaq lazımdır. Təbriz, Ərdəbil və Urmu. Və bu baxımdan da bu 3 tanəyə hardasa demək ki, yerləşmələr vardı. Burada Zənganda nə qədər var? Hal-hazırda Zənganda potansiyel çox güclüdür, amma hal-hazırki durumda vəziyyətdə təxminlərə əsasən 100-150
civarında öğrenci vardı ve Qəzvində 150-200 civarında, Həmədanda 60 ve 100 civarında, Əraçda 100 ve 120 civarında, Əlborzuda 100 ve 200 civarındaki potansiyel olarak daha çok güclüdür ve gələcəkdə burada çox yerləşdirmə şeyləri, təxminləri vurulur ve Əncəlidə, Astarada ikisində birlikdə Azərbaycan şəhərləri olarak 100-120. Ondan qalan bölmələrlə bizim işimiz yoxdur. Hal-hazırda demək olar ki, əgər bu verilərə əsasən ki, təxminlərə əsasən ki, sizinlə paylaşdıq, demək 4000-dən 6000 arasında ehtimallar əsasında Güney Azərbaycanda İraq öğrenciləri adında universitetlərə qeyd olunan rəsmi şəkildə öğrenci vardır. İndi bu öğrencilerin əsasında biz 5-6 başlıqda demək ki, söhbət etdik və niyə Həşd-ü-Şəbi və Şia faktoru çox önəmli. Həşd-ü-Şəbinin İran rejiminin vəkil güclərinin mərkəzləri olarak hardasa demək olar ki 7-8 mərkəz var ki, o mərkəzlərdən axım vardı. Bədri körpüsüdür. Ondan sonra Kətayib Hizbullah qrupu tərəfindəndir. Sonra demək Sahib Əhli Haqqı tərəfindəndir. Əsaib Əhli Haqqı tərəfindən bunlar gəlirlər. Bədri təşkilat tərəfindən gəlirlər. Həşd-ü-Şəbinin mərkəzinə bağlı olan öğrenciler hərəkatı adı ümumiyyətlə adı altında İran İsfahana bağlı casusluq mərkəzləri bu hardasa demək olar ki, şəbəkənin içindədir ki, bunu Həşd-ü-Şəbi şəbəkəsi ümumiyyətlə rəhbərlik edir. Əslində 2015-ci ildən bəri Tehran rejimi Həşd-ü-Şəbinin Güney Azərbaycanda yerləşməsini başlamışdır. 2025'te yani bu ilin içinde olduğumuz ve sonlarını yaşadığımız bilgilere göre demek ki hardasa bu ilin içinde Həşd-ü-Şəbi tərəfindən Güney Azərbaycan universitetlərində göndərilən erkek gəncilərin 20-25 yaşında olduğu belli olur ve bunların sayı demək olar ki 5000'e yaxındır. Sözsüz ki, İraqın quzeyində İranla əlaqəli olan Kürd gənclərinin və Kürd gənclərinin ümumiyyətlə Kuzey Irak'tan gəlmələri və Ərəb gənclərinin ki bunlar hamısı təqribən demək olar %97-%98 civarında erkek gənclərdirlər, yəni kişilərdirlər, qadın yoxdur bunların içində. Bunun da söhbətini eləyəcək, niyə qadın yoxdur? Demək ki, bunların ümumiyyətlə Kərbəla və Nəcəfdən gəlmələri bilinir, çünki orada Kərbəla və Nəcəfdə Şiə axını çox güclü olduğuna görə sərmayanı onların üzərində qoyur. Bu yüzden Həşd-ü-Şəbi tərəfindən listənin öğrenciler üçün əvəzsiz puanlar, ondan sonra bursiyələr və rahat yaşam imkanları verilməkdədir və bu da rejimin o stratejisine bağlı olan əsasdır. İkinci budur ki, Güney Azərbaycanın etnografik tərkibini demək ki, bu axın vasitəsilə bölsünlər. Bundan önce biz bunu nəzərdə almışıq ki, nəzərdə almışıq yoxdur, daha doğrusu hər birimiz bilirik ki, demək ki, Kürtlərin kütləvi şəkildə Azərbaycana axınları Azərbaycanın batısına aid olur. İndi bu inqilabdan öncədən başlamışdır və bu da sənədlərdir, göstərir. Demək ki, sonra devam etdi 8 illik savaş əsnasında daha çox 2 milyona yaxın hardasa demək ki, İranın öz təşviqi ilə bizim
batı bölgələrimizə axın olundu. Təbii ki, bunların bir miqdarı dönüş yaptılar və qalanı da qaldı. Orada indi bizim başımızın qalxıncına çevrilmişdilər. Demək ki, Güney Azərbaycanın etnografik tərkibini təkcə Güney Azərbaycanın batısında deyil, ümumi Azərbaycanda bölmək üçün bu yoxsul Türk ailələrinin qızlarının ərəblərlə, zəngin ərəblərlə evlənməsi proqramlaşır və ümumiyyətlə bu tərkib əsasında böyük bir kumpani gedir. Güya ki, demək bu gənclər gəliblər bura, bunlar zəngin ərəb ailələrindən gəliblər və bunların hər birisinin sərvəti ucu-bucu olmadığı, halbuki elə bir şey yoxdur. Bunlar hamısı rejimin əskərləri, rejimin muzdurları, rejimin terror dəstələrindən ibarətdirlər. Ancaq bunları sızdırmaq üçün mütləqa bunların ailələrin içinə sızdırması lazımdır. Ona görə də evləndirmə və evlənmə məsələsinə daha çox özən göstərirlər. Bu evlənmə məsələsində baxmayaraq ki, bu günləri Güney Azərbaycanda və ya İranın başqa bölgələrində bir qızın evlənməsi çox çətinləşibdir. Onun cahazı, onun demək olar ki, evlənmə səfərbərliyi ata-ana üçün çox yəni inanılmaz şəkildə bahalaşıbdır. Ancaq bu ərəb cavanlarının evlənməsinə rejim birbaşa özü müsaadət edir və birbaşa özü o evlənmələrin demək ki, çalarlarını doldurmağa çalışır. Bu belə üçüncü bölgədə rejimin ordu və sipah təşkilatlarının çatları görünməlidir və bu çatların ümumiyyətlə Azərbaycanda doldurulması Həşd-i Şəbi və onun tayı terror dəstələrinə bağlı olur ki, onları da ümumiyyətlə terror dəstələri adında deyil, bəlkə dediyim kimi bura öğrenci və ondan sonra evləndirib və ondan sonra vətəndaşlıq verib və ondan sonra demək sipahın içinə soxmaq əsası oynamaqdadır. Bu da belə dördüncü əsas Azərbaycan universitetlərinin zərfiyyətinin demək ki, dolması ilə Azərbaycanın müstəid gəncilərini ya universitetdən uzaq saxlamaq və ya universitet üçün o gənciləri öz ata-baba torpaqlarından uzaqlaşdırıb və onları demək olar ki, Farsistana getməyə və orada dərs oxumağa məcbur edib və orada da assimiliyasiya prosesinin daha sürətli olaraq başlamasını nəzərdə alır. Və beşinci əsas məsələlərdən Azərbaycan şəhərlərində ehtimali ayaqlanmaların qarşısını həmin üzdə öğrencilər vasitəsilə və sonralar bunların əlinə silah veribdir. Bunların demək ki, polisdə xidmətə almaq, sipahda xidmətə almaq kimi sipah və polis məmurları adı ilə millətimizlə üzbəgöz qoymaqdır və 6-cı Azərbaycan Milli Hərəkatının yaxından təqib altına almaq rejimin ən önəmli faktorlarından birisidir. Güney Azərbaycanın yollarını Türkiyə və Azərbaycan Cümhuriyyətinə bağlamaq, bir koridor açmaq, bir dalan açmaq, o dalan təkcə Kürt dalanı deyil, bəlkə Ərəb-Kürt dalanına çevrilməsi gərəkir ki, bu da daha doğrusu yeni bir projedir. Tehran tərəfindən ortaya qoyulubdur və bu projede də yenə Həşd-i Şəbi və ona tay bayaq adların çəkdiyim demək ki, bu qurumların, təşkilatların, terror dəstələrinin çox böyük rolu vardır və bunun ümumiyyətlə genişlənməsi üçün mütləqa ailələrin birləşməsi, ailələrin ərəb və ərəb türkləşməsi və ya ailələrin ərəb kütləşməsi, üzr istəyirəm, türk kütləşməsi gərəkir ki, Azərbaycan türk millətinin demografik durumunu, vəziyyətini o xariclikdən çıxardıb və özləri istədiyi forma çəksinlər. Əziz soydaşlarımız, bu ümumiyyətlə qısa və başlıqlar əsasında
bu projenin, yani Irak öğrencilerinin Azerbaycan'a neden akışlarının başlıkları ikisinden paylaştık. Gelen görüşlerimize kadar size can sağlığı arz ediyoruz. Gelen görüşlerimizde yeniden görüşmek ümidiyle. Var olun, sağ olasınız.